Salam əziz uşaqlar, göründüyü kimi TEREOS 2026-nın fonksiyon və kümə qarışıq sualı ilə qarşınızdayım. Göründüyü kimi görünüş uşaqları qorxutsa da çox rahat bir sualdır. Burada əsas uşaqların anlamadığı hissə FA2.B, yəni FA-dan B bir fonksiyon olduğunu və yaxud da FA bərabərdir B olduğunu görmürlər və yaxud da algılamırlar. İlk dəfədir görürük deyir, amma bu bütün kitablarda deməli LYS, YGS kitablarında verilir. Deməli burada biz görürük ki, fonksiyon təyinatını da verir, fx modulda x-dir və A küməsində müəyyən edib ki, -3, -1, 0 və 1, 2-dir. Deməli buna uyğun olaraq ABC-nin hasilini soruşur. Bizə lazım olan nədir uşaqlar? Bu sualı küme sualına gətirmək üçün B küməsinin elementlərini tapmaq. B küməsinin elementlərində verilən fonksiyona üzərindən gedib tapacağıq. Burada görsəndiyi kimi fx-in təyinatı var və f A-dan B bir fonksiyon olduğuna görə A-nın bütün elementlərini yerinə qoyaraq B küməsini müəyyən edəcəyik. Məsələn, A-nın ilk elementi nədir uşaqlar? -3, düzdürmü? -3-ü yerinə qoyaraq modulda -3-dən 3 çıxır. Sonra -1-dir. Modulda -1-dən 1 çıxır. F0 modulda 0 zaten 1-2 0-dır. F1 1-dir. Çünki müsbət ədədə modulu təsir etmir uşaqlar. Yəni müsbəti heç nə dəyişə bilmir. Deməli belə, biz müəyyən elədik və B küməsinin də elementlərini istəyirəm burada göstərdim. Artıq biz bilirik ki, 2 dənə 1 alınıb, onun sadəcə birini götürə bilərik. 0, 1. Nəyə görə birini götürür? Bir sual verim sizə. Deməli, kümədə 2 dənə eyni element iştirak edə bilməz eyni anda. Deməli uşaqlar, B küməsi aydın. Artıq fonksiyondan biz nə elədik? Küməyə dönüşüm elədik. Hansı ki, fonksiyon verilmişdi. O fonksiyon nəticəsi ilə, yəni fonksiyonun verilən anlayışını biz artıq B küməsini müəyyən edib kümələr mövzusuna gətirib çıxarda bildik bunu. Və burada biz C-ni nə formada tapa bilərik? Bir dənə deyə bilərik. B çıxaq A deyilmi C? Kümələr mövzusuna uyğun. B-dən A çıxanda nə baş verir uşaqlar? Kəsişmə sadəcə 3-dür. Deməli 3 olmalıdır. Buradan belə çıxır ki, C-yə 3 düşür. Düzdür uşaqlar? A-dan B-nə çıxanda nə baş verir uşaqlar? A-dan B-nə çıxanda bir elementləri biz silsək, 0-lar gedir, 1-lər gedir, 2-lər gedir və A-da qalır nə? -3 və 1. Biz kümələrin çıxılması nə demişdik uşaqlar? Xeyirsiz dost kimi. Səndən istifadə edir, özünü dost kimi göstərir. Amma sənə heç bir xeyir vermir. Bax, görürsünüz, A-dan B-nə çıxanda özünə oxşar olanları götürdü, amma özündə qalan elementi ona kömək olaraq verə bilmədi. Və biz müəyyən edirik ki, uşaqlar, burada da biz bilirik ki, A çıxaq B-də A və B elementlərini verməlidir. Buradan bilirik ki, hasildə vurğuların yerini dəyişəndə hasil dəyişmədiyi üçün A-nın fərqi yoxdur, -3, B-də -1 fərq eləmir, hansı götürsək, əsas odur ki, hasildə zaten heç nə dəyişməyəcək. -3, -1 görürsünüz, A-B-ni də tapdıq və C-ni də müəyyən eləmiş ki, 3-dür. Artıq bunların nəticəsinin 9 olduğunu almış oluruq. Bunun cavabı 9-muş uşaqlar. Çox da rahat sualdır. Sadəcə yenə deyirəm, yəni bunu analiz eləmək biraz uşaqlar üçün çətindir. Çünki ancaq və ancaq bu başlıq hissəni başa düşməyiblər də yaza bilməyiblər. Amma normalda bunu indi artıq mən həll elədim. Özləri də görəcək ki, çox rahat sual idi. İnşallah digər çıxmış suallarla da qarşınızda olacağım. Bütün çalışacağım ki, əlimizdə olan sualları bir izah edeyim. Sizlər üçün də aydın olsun. Oldu. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.